Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzaddə kanalında sizi yenidən xoş gördük. Bu günləri mən Samir Bəşirli sizə güvən 10-cu sinif 2-ci qrup sualları ilə tanış edəcəm, tarix sualları ilə və yenə də ənənəvi olaraq videoya keçməmişdən qabaq hər birinizdən bu videonu maksimum dərəcədə paylaşmağı və düzgün cavabları dostlarınıza da göndərməyi xahiş edirəm ki, onlar da ən doğru cavablarla tanış olsunlar və üstəlik bu sınağı təmiz versiyada işləmək üçün açıqlama qismindəki linkə daxil olaraq işləyə bilərsiniz. Beləliklə keçdik suallara. Birinci sual. Nə deyir burada? Deyir, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Eldənizlər dövlətinin siyasi dayağını möhkələndirmək məqsədi ilə bu məqsədlə nə ediblər? Şirvanşahlar dövləti ilə qohumluq münasibətləri saxladılar. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan. Yəni bu səhvdir. Oğuz türklərinin Azərbaycanın cənubunda məskunlaşmasına icazə verdilər. Bu da yəni onlara aid deyil. Zaten Oğuz türkləri məskunlaşmışdı. Sultanlarının payladıkları iqta torpaqlarını öz tərəfdarları arasında bölüşdürdülər. Ən doğru cavab burada budur. Qalanları doğru deyil. Keçdik 62-ci suala. Eradan əvvəl 1-ci əsrin 30-cu illərində Atropatenadan fərqli olaraq Albaniya. Biz bilirik ki, 36 Eradan əvvəl 36 Atropatenada Antoninin qoşunları məğlub edilib, lakin Antoninin sərkərdəsi Kanedi Albaniyanı məğlub edib. Deməli, cavab burada nədir? Atropatenadan fərqli olaraq, bax, çıxışlıq hal şəkilçisinə fikir veririk. Çıxışlıq hal şəkilçisi olan sözə aid olmayanı götürürük. Yəni, o sözdən çıxırıq. Deməli, burada Albaniya ilə bağlı Y variantı olacaq. Y variantı. Keçdik 63-ə. 63-də nə deyir? Deyir ki, Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Burada deməli Bizansdır, Frankdır və Xəzər dövlətidir. Baxaq. Bir dəqiqə. Bizans, Frank, Xəzər dövləti. Bunu balaca uzaqlaşdırım. Aha. Deməli, Kapetinglər sülaləsinin hökmranlıq etməsi bu heç birinə aid deyil. Bu Fransaya aiddir. Və bunu buradan çıxdıq. A variantları harda görürüksə çıxırıq. Baxın, A variantların harda gördümsə çıxıramsa, cavabım da qalır bu variant. Yəni A variantı. İndi yoxlayıram. 1Y Verdə müqaviləsi ilə imperiya ərazisi bölüşdürülüb Frank dövləti düzdür. 2B-dir. Səlcuqlar tərəfindən məğlubiyyətə uğradılıb Bizans düzdür. Əslində elə baxıram ki, bir dənə də A-ya da bax, A-dır zaten yoxdur. Ərəblərlə müharibə aparması bu Frank da aparıb, Bizans da aparıb, Xəzər xaqanlığı da aparıb. Bu da olmalıdır deməli. D4-də vəssalam. Bir neçəsini tapdımsa ki, doğrudur. Deməli elə həqiqətən də seçdiyim cavab burada doğrudur. A variantı da 63-də. Keçirəm 64-cü suala. Daha əvvəl baş vermişdir. Daha əvvəl baş vermişdir deyirsə. Qızıl Arslan xəlifənin razılığı ilə özünün sultan elan etməsi bu 1191-dədir. Səlcuqlar tərəfindən Mərv qurultayı bu 1040-cı ildədir. Dərbəndin Şirvanşahlar dövlətinə birləşdirilməsi bu birləşdirilmə deyirsə 1075-dədir. Tiflis müsəlman əmirliyinin ləğv olunması, ləğv olunma 1122-ci ildədir. Rəvvadilər dövlətinin varlığına son qoyulması bu isə 1065-dədir. Bax, belə suallarda mütləq illəri yazmaq lazım olur ki, gözümüzün qabağında olsun hər şey. Gəlin bir daha da yazaq. İnsanın fikri dağılır şifahi eləyəndə. 1040 elədi, bu 1075 elədi. Düzdürmü? Sonra Tiflis müsəlman əmirliyinin ləğvi 1122 elədi və Rəvvadilər dövlətinin varlığına son qoyulması da 1065 elədi. Dostlar, əgər hər hansısa uyğunsuzluq görsəz, dərhal şərhdə deyin, mən açıqlamada düzəldim. Deməli, burada ən əvvəl olan hansı olmuş oldu? Görürəm ki, 1040, yəni Səlcuqlar tərəfindən Mərv qurultayının keçirilməsi oldu. Keçirəm 65-ci suala. Nə deyir 65-də? Deyir ki, uyğunluğu müəyyən edin. Burada 1 Frank dövlətidir, 3 Kordova və yaxud da ola bilər heç 1 Frank deyil, 1 Qalliyadır, 3 yəni Qalliyada Oskotların əraziləridir, 3 də ola bilər Veskotların ərazisi olsun. Bir sözlə 1 Qalliyadır, 3 də ki İspaniya əraziləridir. Piriney yarımadasıdır. Baxaq, Veskotların müsəlman qoşunlarının məğlub olması. Bu 3-də olacaq. 3A-dır. Aha, 3A. Baxıram ki, 3A variantları. Bəs 2 haradadır? Hə, 2 buradır da. 2 Konstantinopol buradadır. Biraz yaxşı yazmayıblar. Deməli, bu Bizansdır, bu Frankdır yəqin ki, bu isə Kordova əmirliyi. İndi baxaq görək nəyi soruşur. Heç əsr zad da yazmadığına görə biz istənilən əsrlə bağlı bunu götürə bilərik. 3A-dır. 3A olmayanları buradan çıxıram. Düzdür? Aha.
Sonra B-yə baxıram. Ərəblərin Qərbi Avropada irəliləməsinin qarşısının alınması. Ərəblər Qərbi Avropada irəliləməsinin qarşısı alınması bu burada baş verib. Yəni bir ərazisində baş verib. Birdə də onda olmalıdır. B. Onda bunu da çıxdım. Y-yə baxıram. 6-cı yüzilliyin 30-cu illərində Sasani dövləti ilə sülh müqaviləsi imzalaması. Bu 2-yə aiddir. 2-də də olmalıdır. Y bəndi. Cavab da onda olur bu. Baxıram bir də D-yə Saks tayfalarına qarşı mübarizə. Bəli, o da Franka aid olduğuna görə cavab oldu belə. Deməli C bəndi daha düzgün cavabdır. 1 B-D, 2 C Y Müqəddəs Sofiya məbədi. Bəli, 3-dəki A. Düzdür. Cavab C-dir burada. Sonra keçdik digərinə. Keçdik digərinə. Mezolit və tunç dövrlərinə aid oxşar cəhət nədir? Mezolit və tunç dövrlərinə aid oxşar cəhət burada olacaq. Deməli, A ola bilməz. İnsanların oturaq həyat sürməsi mezolitdə yox idi. Duluz çarxı ayaqla hərəkətə gətirilən tunç dövründə idi. Qobustan qayağı üzərində müxtəlif təsvirlər. Bəli. Cavab burada D bəndi daha uyğundur. 67-yə baxıram. Məntiqi ardıcıllığı neyin? Tamamlayın. Məntiqi ardıcıllığı tamamlayın. Baxaq, Varas Tridat və digər sülalə üzvlərinin edam edilməsi, Varas Tridat və digər sülalə üzvləri, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması, bunun nəticəsində nə olur? Deməli, Albaniyanın müstəqilliyinə son qoyulur. Baxaq, Albaniya ərəb mənşəli sülalə səhvdir. Ərəblərin Azərbaycanın ilk yürüşlərini başlatması, bu da səhvdir. Abbasilər xilafəti, yəni Abbasilər deyildi, Əməvilər idi. Bu da səhvdir. Bərdə şəhərinin talan edilməsi, bu da yoxdur. Deməli, bir dənə Y variantı qalır. Bəli, Albaniyanın Arran adlı vilayətə çevrilməsi, bəli, ərəblər dövründə Albaniya Arran adlı vilayətə çevrilmişdi. 68. İmperator Justinianın işğalçılıq siyasətinə Şimali Afrikadakı Vandal krallığının tutulması ilə başlandı. Daha sonra İtaliyadakı Oskot krallığı və İspaniyanın cənub-şərq əraziləri də ələ keçirildi. Onun hakimiyyətinin sonuna dək imperiyanın ərazisi 2 dəfə artdı. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? İlk dəfə Qərbi Avropada ilk dəfə Qərbi Avropa vahid dövlətin tərkibində birləşdirildi. Bu Justiniana aid deyil. Oskot krallığının işğalı ilə Pirene yarımadası Bizansın tabeliyinə keçdi. Xeyr, Oskot krallığı baxın İtaliyadaydı. Pirene yarımadası İspaniyada, orada Veskotlar vardı. Bu da səhvdir. İmperator qədim Roma imperiyasının sərhədlərini bərpa etməyə çalışırdı. Bəli, cavab burada C-dir. Qədim Roma imperiyasının ərazilərini bərpa etməyə çalışırdı. Bunu da deməli burada cavab C olur. Sonra baxıram 69-a. 69. 629-cu ildə Xəzərlərin işğalı nəticəsində Albaniyada Cavanşir Xəzərlərin vassallığını qəbul etdi. Düzdürmü? Bu Cavanşir onda hakimiyyətdə deyildi. 629-cu ildə Xəzərlərin işğalı nəticəsində Albaniyada Sasani mərzbanların hakimiyyətinə son qoyuldu. Ən uyğun cavab burada bu olacaq. 70-ə baxıram, Azərbaycanda feodal dövlətlər. Şirvanşahlar dövləti, Rəvvadilər. Baxaq. Deməli, əsasının türk mənşəli sülalə tərəfindən qoyulması. Əsası türk mənşəli sülalə tərəfindən qoyulub, Şirvanşahlara aid deyil. Biz bunları buradan çıxdıq. Vəssalam, B-yə baxıram. B, C-dir hər ikisində də. Heç burada nə B-yə, nə də C-yə baxmağımıza ehtiyac olmur. Onda baxıram 2-yə. 2-də də A-ya baxmağa ehtiyac olmur. Baxın, hər ikisində A qalıb. Onda B-yə baxıram. Səlcuq Sultanı 1-ci Toğrul tərəfindən süquta uğradılması. Rəvvadiləri 1-ci Toğrul süquta uğradıbmı? Xeyr, 1-ci Toğrul süquta uğratmayıb. Rəvvadiləri süquta uğradıb Alparslan. Ona görə bu səhvdir. Cavabım qaldı nə? C bəndi. Bəli, Təbriz həqiqətən də Rəvvadilərin paytaxtı olub. Cavab C oldu burada. Sonra baxıram 71-ə. 71-də nə deyir? Göstərilənlər nəticəsidir. Xorasan bütünlüklə Səlcuqların hakimiyyəti altına düşdü. Səlcuqların Mərkəzi Asiyada mövqeyi möhkələndi. Səlcuqların İrana və İraqa yolları açıldı. Bu, deməli, Dəndənəkan döyüşündəki qələbənindir nəticələri. Deməli, bu C bəndi var, ha. Çünki Mərv qurultayı nəticəsində axı Xorasan bütünlüklə Səlcuqların hakimiyyəti altına düşmür. Ona görə C uyğun deyil. C uyğun deyil, yəni. Ən düzgünü burada Y bəndidir. Baxıram 72-yə. 72-yə baxıram nə deyir? Azərbaycan Mərzbanı İsfəndiyarın ərəblərlə bağladığı sülh müqaviləsinə əsasən. Burada nə olacaq? Deməli, İsfəndiyar ərəblərlə Ərdəbildə sülh bağlayır və bunun da nəticəsində imkan daxilində can vergisi ödəməyə məcbur olurlar. D bəndidir. Sonra 73. 6 və 9-cu yüzilliklərdə Azərbaycanın tarixi üçün xarakterikdir. 6 və 9-cu yüzilliklər. Hər ikisində də
Feodal münasibətlərin inkişaf etməsi də ola bilər. Hə, vəssalam, cavab elə burada B-dir. Feodal münasibətlərin inkişafı. Çünki 6-cı əsrdə Sasani dövründə feodal münasibətlər inkişaf edirdi. 9-cu əsrdə də ə, ərəblərin dövründə. Ümumiyyətcə feodalizm dövrünün ta ki 12-13-cü əsrlərinə qədər, yəni 11-ci əsrə qədər də belə 11, 12-ci, 13-cü əsrə qədər, hətta 14-cü əsrdə demək olar, həmişə feodal münasibətləri inkişaf eləyib gedib Azərbaycanda. 74. Deyir, döyüşlərin aid olduğu dövlətləri sxemə müvafiq olaraq müəyyən edin. Uyğur Xaqanlığı. Uyğur Xaqanlığı bunlardan heç birinə aid deyil. Yəni bu getdi. Talas döyüşü biz bilirik ki, ərəblərləndir. Ona görə cavab burada olur C bəndi. Baxın, Talas döyüşü Ərəb xilafəti, Malazgirt döyüşü Səlcuq dövləti, Maltepe döyüşü Osmanlı dövləti. Bəli. Sonra gəldi indi 75-ə. Siklopik tikililərə aid deyil deyir. Siklopik tikililərə aid olmasın deyir. Nə aid olmayacaq? Baxaq. Ticarət yollarının kənarlarında qurulurdu düz, üçbucaq və dördbucaq trapesiya formalı tikililər idi. Deməli, bu da düz. Azərbaycanda ilkin şəhər mərkəzləri hesab olunur. Bu səhvdir. Siklopik tikililərin belə şeyə aidiyyatı yoxdur. Sonra keçdik 76-ya. Görək burada nə deyir? Deyir, Əbu Sac Divdat və Şəmsəddin Eldəniz arasında ümumi cəhət Azərbaycanın bir hissəsini iqta kimi əldə etmələri. Cavab burada budur. Yeni dövlətin əsasını Əbu Sac Divdat qoymayıb. Bax, bəziləri burada bunu yazıb. Yeni dövlətin əsasını Əbu Sac Divdat qoymayıb. Qədim Hunluların Çinlilərlə oxşar Misirlilərdən fərqli cəhəti. İndi baxaq. Çoxtanrılıq hər üçündə də var. Hə, burada elə B bəndi olacaq. Çünki Hunlular Çinlilərlə oxşar odur ki, Böyük İpək yolunun bir hissəsinə nəzarət ediblər. Aydındır? Yəni qalan heç bir variant uyğun gəlmir. 78. Eradan əvvəl 2-ci əsrin ikinci yarısında Parfiya və Atropatenanın xarici siyasətdə əsas məqsədi 2-ci əsrin ikinci yarısında Parfiya və Atropatenanın xarici siyasətdə əsas məqsədi nə idi? Deməli, Roma imperatorunun qoşunlarının yox, Selevki dövləti asılılığına, bu da səhvdir. Makedoniyalıların öz başlanğıclarına qarşı mübarizə aparmaq. Bu da səhvdir. Romanın Asiyanın içərilərinə qarşı irəliləməsinin qarşısını almaq. Bəli. Cavab burada D olacaq. Çünki hər ikisi Romanın Asiyanın içərilərinə qədər irəliləməsinin qarşısını almaq üçün birləşmişdilər. Həm Atropatena, həm də Parfiya. Sonra gəldik 79-cu suala. 9-cu əsrin 60-cı illərində Azərbaycanın şimal-şərqində Şəki hakimliyi yarandı. Digər Azərbaycan dövlətlərindən fərqli olaraq Şəki hakimliyi İslamla xristianlıq arasında kəskin qarşıdurma bölgəsinə çevrilmişdi. Gürcü kilsəsi burada yaşayan xristian Alban əhalisini öz təsiri altına salmağa çalışırdı. Deyir, mətnə əsasən haqqında bəhs olunan dövlətin Eldənizlər dövləti ilə ümumi cəhətini müəyyən edin. Ümumi cəhəti. Eldənizlərlə Şəki hakimliyinin ümumi cəhəti nədir? Gürcülərlə qarşı mübarizə aparılması. Cavab C-dir burada. Sonra 80. 80-ə keçək bir dəqiqə. Qəznəli hökmdarı Sultan Məsudun Hindistana səfərini yarımçıq saxlamasına səbəb oldu. Qəznəli hökmdarı Sultan Məsud Hindistana səfəri niyə görə yarımçıq qaldı? Ona görə yarımçıq qaldı ki, Qəznəli hökmdarı Sultan Məsud. Ona görə yarımçıq. Çünki eşidir ki, Səlcuq dövləti qurulub. D bəndi. Cavab D bəndidir. Aydındır. Bəziləri burada Y-ni götürüb. Y səhvdir yəni. Çünki zaten Dəndənəkanda özü məğlub olur da. Sultan Məsud məğlub olur. 81. Manna hökmdarı İranzu və Ulusunun hakimiyyəti dövründə nə baş verib? Hər ikisi İranzu və Ulusunun dövründə Urartu tərəfindən işğal edilmiş ərazilər azad olunub. Cavab B-dir burada. Həm İranzu, həm də Ulusunun dövründə. Sonra 82. Qaraxanlı dövlətinin parçalandığı ildə Rəvvadi dövləti üçün səciyyəvi cəhətçi. Qaraxanlı dövləti 1042-də parçalanıb, həmin ildə də Təbrizdə zəlzələ olub. Cavab Y bəndidir. 73. Baxaq 73-ə. Xəritədə ərazisi işarələnmiş dövlətin 11-ci yüzilliyə aid tarixi hadisələrini müəyyən edin. Baxın, Kürlə Araz arasında bu dövrdə mövcud olan dövlət hansıdır? Şəddadilər dövlətidir. Biz də indi Şəddadilərə aid cəhətləri tapmalıyıq. Slavyanların köməyi ilə Beyləqanda baş verən qiyamın yatırılması, bəli, düzdür. Tiflis əmirliyinə hücum edən Bizans Gürcü qoşunlarının məğlub edilməsi. Bu da düzdür, 1038-ci ildə. Kür çayı üzərində Xudafərin körpüsü, Kür yox, Araz çayı üzərində Xudafərin körpüsü salınıb.
Alanların basqınlarına qarşı Gəncənin müdafiəsinin möhkəmləndirilməsi. Bu da düzdür, amma bir dəqiqə. Bir dəqiqə. Slavyanların köməyi ilə 11-ci əsrdir. 1030, bu da düzdür 11-ci əsrdir. Bu da 11-ci əsrdir, düzdür. Xəzər xaqanlığına qarşı uğurlu mübarizə, ümumiyyətcə Xəzər xaqanlığına qarşı mübarizə aparmayıb. Xəzərlərə qarşı mübarizə o da 11-ci əsrdə olub. Xəzərlərə qarşı mübarizəsi də 11-ci əsrdə olub. Yəni tayfa olaraq Xəzərlərə qarşı. Deməli burada oldu 1-2 4. 1-2 4. Sonra getdik növbəti. 84-cü sual xronoloji ardıcıllıqdır. Satıq Buğra xanın İslam dinini qəbul etməsi. Bu 932-ci ildir. Anadolunun böyük bir hissəsinin həmişəlik türk torpağına çevrilməsi. Bu 1071-dir. Orxan Qazinin Gelibolu qalasını ələ keçirməsi 1354-dür. Tariqin başçılığı ilə qoşunların İspaniyaya daxil olması bu da 711-ci ildir. Deməli necə olacaq? 4, 1, 2, 3, 4, 1, 2, 3. Qədim Yunan və qədim Romalıların mədəniyyətləri arasında ortaq xüsusiyyət. Tragediya və komediyalar tamaşaya qoyulurdu. 1. İnsanların xarakterini açıb göstərən heykəllər. Bunu Romalılara aid götürürlər. Tanrıların şərəfinə məbədlər. 3. Qullar arasında qladiator döyüşləri. Bu da Romalılara aiddir. Deməli 1-3 oldu burada cavab. Gəlirəm 86-ya. 86. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndləri müəyyən edin. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndlər. Nədir burada? Ərəb ordusunun Dərbəndə doğru yürüşə başlaması. Ərəb ordusu. Dərbəndə doğru yürüşü, Dərbənd hakiminin Slavyanları köməyə çağırması. Bu səhvdir. Xilafətin mərkəzində türklərin qiyam qaldırması, Haşimlər sülaləsinin Dəbildə müstəqil əmirlik yaratması. Xeyr, Haşimlər Dərbənddə müstəqil əmirlik yaradıb. Xədimçə Cəlaləddinin Təbrizi ələ keçirməsi, Eldənizər dövlətinin süquta uğraması. Bu düzdür. Afşin ərəb ordusuna komandan təyin edilməsi, Babəkin qoşunlarının ilk dəfə ağır məğlub olması, bu səhvdir. Çünki ilk dəfə Həmədan döyüşündə məğlub oldular. Onda Afşin hələ ərəb ordusunun sərkərdəsi deyildi. Yəni komandanı deyildi daha doğrusu. Şirvanşahlar dövlətinin sacirlərdən asılı vəziyyətə düşməsi, nəticədə Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşməsi. Bu da düzdür. Deməli cavab oldu 3-5. 3-5. Sonra keçirik növbətiyə 87-yə. Ərəb xilafətinin tarixi ilə bağlı uyğunluq. Xürrəmlər hərəkatının baş verməsi. Xürrəmlər hərəkatının baş verməsi nədir? Xürrəmlər hərəkatı bu Abbasilər sülaləsi dövründə olub, düzdürmü? Poitiers döyüşündə məğlubiyyətə uğraması. Poitiers döyüşündə məğlubiyyət bu heç birinə aid deyil. Daha doğrusu yox, üzr istəyirəm, Əməvilərə aiddir, bağışlayın, Əməvilər. Poitiers döyüşünü 700 deməli 32-ci ildə. Sasani dövlətinə son qoyulması bu deməli Raşidlər dövründə olub 651. Sasani dövlətinə bunu dedik, paytaxtın Bağdada köçürülməsi bu deməli Abbasilər dövründədir. Misirin fəth edilməsi də Raşidlər dövründədir. Bir də baxaq, Xürrəmlər hərəkatının baş verməsi bu Abbasilər. Poitiers döyüşünə məğlub olması, bu Əməvilər, Sasani dövlətinə son qoyulması, bu Raşidlər və Misirin də fəth edilməsi Raşidlərdir. Paytaxtın Bağdada köçürülməsi də Abbasilərdir. Deməli, necə oldu cavab? 1C-Y, 2B, 3A-D. Keçirəm situasiya suallarına. Baxaq situasiyaya. Nə deyir situasiyada? Müqəddəs Pyotr kilsəsində hər kəsin baxışları bir nöqtədə dua edən Frank hökmdarına toplanmışdı. Böyük Karl diz çökmüş, başını dua üçün əyərək sakitcə Tanrıya yönəlmişdi. Bir anda Papa 3-cü Leo əlindəki parlaq qızıl tacı onun başına qoydu. Sanki zaman dayandı ki, sonra kilsəni gür səslər bürüdü. Böyük Karl Romalıların imperatoru uzun ömür olsun. Karl bu hadisədən öncədən xəbərdar değildi və Papa bu addımı ona bildirmədən atmışdı. Einhard Vita Karoli Magni Böyük Karlın həyatı əsərində qeyd etmişdir ki, əgər Karl Papa tərəfindən bu tacın qoyulacağını əvvəlcədən bilsəydi, o heç vaxt kilsəyə girməzdi. Böyük Karl Bizansla münasibətləri pozmaq istəmədiyi üçün imperatorluq tacının Papadan gəlməsini ehtiyatla qarşılamışdı. Yaxşı. Mənbəyə və tarixi biliklərinizə əsasən Böyük Karlın 1-ci Otto ilə iki ümumi cəhətini qeyd edin. Birinci Romanı tutması, yəni İtaliyanı tutması, belə deyək, İtaliyanı tutması.
tutulması. İkincisi isə imperator elan edilməsi. Budur. Növbəti. Rom papasının Böyük Karlın başına tac qoyaraq imperator elan etməsinin səbəbini yazın. Deməli, Rom papası çünki papanı dəstəkləmişdi. Karl papaya dəstək vermişdi ona görə. Karl papaya dəstək vermişdi. Ona görə də Karl Rom papası tərəfindən imperator elan edilmişdi. Ha. Sonra Papa və Bizans ilə yanaşı Böyük Karlın diplomatik münasibətlər saxladığı mənbədə verilməyən dövlətin adını qeyd edin. Papa və Bizansla yanaşı Böyük Karlın diplomatik münasibətlər saxladığı mənbədə verilməyən dövlətin adını qeyd edin. Bu da ərəb xilafəti olar, Abbasilər, Abbasilərlə əlaqə saxlayıbdır. Vəssalam, cavab budur. Növbəti sınaq imtahanlarında görüşənə qədər kanalı isə bəyənib paylaşmağı, kanala abunə olmağı, videonu isə bəyənib paylaşmağı unutmayın dostlar. Sağ olun, növbəti görüşlərə qədər.